Salam əziz dostlar. Siz heç nəhəng bir divlə qarşılaşmaqdan qorxmusunuz? Bugün sizə boyu balaca, amma ürəyi çox böyük olan bir uşağın macərasını danışacağam. Görək, cırtdan və dostları meşədə yollarını azanda başlarına nələr gəldi. Hazırsınızsa, nağılımız başlasın. Biri varmış, biri yox imiş. Bir qoca qarı var imiş. Bu qarının bir balaca nəvəsi var imiş. Bu uşaq balaca olduğu üçün ona cırtdan deyərlərmiş. Bir gün cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib nənəsinə deyir: "Ay nənə, mən də uşaqlar ilə oduna gedəcəm." Qarı uşaqları çağırıb, hər birinə bir parça yağ yaxmacı verib, cırtdanı onlara tapşırdı. Uşaqlar meşəyə gedib odun topladıqdan sonra görürlər ki, cırtdan odun toplamır. Ona deyirlər: "Ay cırtdan, sən niyə odun toplamırsan?" Cırtdan cavab verir: "Nənəm sizə yağ yaxmacı verdi ki, mənim də odunumu toplayasınız." Uşaqlar onun da odununu toplayırlar və sonra hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə gördülər ki, cırtdan oturub baxır. "Cırtdan, sən niyə odununu yükləmirsən?" Cırtdan cavab verdi: "Nənəm sizə yağ yaxmacı verdi ki, mənim də odunumu götürəsiz." Uşaqlar əlacsız qalıb onun da odununu götürürlər. Biraz yol getdikdən sonra görürlər ki, cırtdan geridə qalıb ağlayır. Ona deyirlər: "Ay cırtdan, niyə ağlayırsan?" Cırtdan cavab verdi: "Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi ki, mən yorulanda məni də belinizə götürəsiz." Uşaqlar əlacsız qalıb cırtdanı da bellərinə götürürlər. Bir xeyli yol getdikdən sonra axşam olur. Qaranlıq qovuşanda yolu azırlar. Meşədən çıxanda baxıb görürlər ki, bir səmtdə it hürür. Digər bir səmtdən isə işıq gəlir. Onda cırtdana deyirlər: "Ay cırtdan, it hürən səmtə gedək, yoxsa işıq gələn səmtə?" Cırtdan cavab verdi: "İt hürən səmtə getsək, it bizi yeyər. İşıq gələn səmtə gedək, bəlkə yolu tapaq." Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxırlar. Div bunları görəndə sevinir və öz-özünə deyir: "Yaxşı oldu, gecə bunları bir-bir yeyərəm." Div uşaqları gətirib evdə oturtdu və uşaqlara biraz çörək yedirdib yatırdır. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istəyir və uşaqların yatıb yatmadığını bilmək üçün soruşur: "Kim yatmış? Kim oyaq?" Bu səsi eşidəndə cırtdan tez başını qaldırıb deyir: "Hamı yatmış, cırtdan oyaq." Cırtdan nə üçün oyaq? Çünki nənəsi hər gecə ona qayğanaq bişirib yedirib yatırardı. Div qalxıb tez qayğanaq bişirib yedirdib yatırtdı. Bir qədər keçəndən sonra div yenə soruşdu: "Kim yatmış? Kim oyaq?" Yenə də cırtdan başını qaldırıb deyir: "Hamı yatmış, cırtdan oyaq." Cırtdan nə üçün oyaq? Çünki hər gecə nənəsi gedib çaydan ona xəlbirdə su gətirərdi. Bu sözü eşitdikdə div qalxıb bir xəlbir götürüb çaya su gətirməyə gedir. Cırtdan da tez yoldaşlarını qaldırıb deyir: "Bu div bizi yemək istəyir, qalxın qaçaq." Uşaqlar tez qaçırlar və vurub çaydan keçirlər. Bu tərəfdən div xəlbiri nə qədər suya salıb qadırırsa, görür xəlbirdə su qalmadı. Axırda təngə gəlib qayıtmaq istəyirdi. Bir də baxıb gördü ki, uşaqlar çayın o tərəfində gedirlər. İstədi sudan keçib uşaqların dallarınca getsin, sudan keçə bilmir və axırda uşaqları səsləyir: "Ay uşaqlar, sudan necə keçdiniz?" Cırtdan tez cavab verdi: "Get, bir dənə dəyirman daşı tap, boynuna keçir. Ondan sonra keçərsən." Div cırtdanın sözünə inanıb, gedib bir dəyirman daşı tapıb boynuna keçirir. Özünü suya salır və suda boğulub ölür. Beləcə uşaqlar sağ-salamat evlərinə qayıdırlar. Belə dostlar, cırtdanın macərası burada bitdi. Bəs siz necə düşünürsünüz? Əgər siz cırtdanın yerində olsaydınız, divi necə aldadardınız? Fikirlərinizi rəylərdə yazın. Nağılı bəyəndinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti nağıllarda görüşənədək, hələlik!